304 manat cərimə var. Dayanma durma, müştərini düşürdük mindirə bilmirik. Avtobus zolağı. Bax, 90, 90, 99. Bu ay daha çox gəlib mənə. Həm 2 dəfə avtobus yolu olub, hətta tapdalama olur. Yəni bu ay bəlkə 300-400 ödəmişəm. Yəni bəzən maşın sürdüyün adam peşman olur ki, taksi ilə gedim, gəlim, o xərc ona saxlanma, asparkin xərci. Harasa saxlayırsan, gəlirsən ki, çəkiblər 20 manat, 40 manat, 80 manat, 100 manat. Biz də gecə deyəndə bir də görsən üstünə faiz gəlir. Məsələn, keçən və 100 manatlıq bir cəriməm, 125 manat ödədim ona görə. Bu yaxınlarda olub, çox demirəm, 3 saniyələr maşını saxlamışam. Heç 3 saniyə də bəlkə olmuyor. Saxlamışam, adam minib maşına sürüb getmişəm. Tıxac olan da yerdir. 80 manat cərimə gəlib. Dayanırsan kimisə düşürtməyə, 2 saniyənin içində çəkir də 80 manat, nə bilim, 2 bal, belə bir cərimələr gəlir. Cərimələr hədsiz dərəcədə yüksəkdir, yəni. Bunu deyə bilərəm. Yəni hər ayda 300-400 manat elə cərimə verirəm. Dayanma durmadır, məsələn, gəlirik, saxlayırıq, proqramı vururuq, qaydan da yaddan çıxır. Dayanma durmaya görədir, avtobus yollarına görədir. Müştərinin yəni proqramı elə qurulub ki, proqram bizim Bakı şəhərində çəkilən avtobus yollarını nəzərə almır. Müştəri çıxır evindən, avtobus yolunun üstündə durur, zakaz verirsən də gəlirsən, avtobus yolda saxlama olmur. Girsən 100 manat 2 baldır, ikinci cərgədə dayansan 80 manat 2 baldır. Ayda bir 100 manat gəlirdi. Bir də dayanma durma. Bu aynadan gəlir. Bir də avtobus olan ən çox bunlardır. Qırmızı işıqla bağlı gəlib cərimələr, sürət həddindən, ən çox sürət həddindən gəlir cərimələr.